Allah Müteal Kur'an-ı Kerim'de Ramazan ayının fəzilət və əzəməti haqqında danışır. Bilirsiniz ki, Ramazan ayı fəzilətlidir ona görə ki, bu ayda Qur'anlar nazil olunur. Nə ki, oruç tutmaqlığa görə fəzilətlidir. Bunu ayıraq. Bəziləri deyir, mən oruç tuturam ki, Ramazandır. Yox, Ramazan ayı Allah Qur'an-ı Kerim'də deyir, Şəhrur Ramazanəl-ləzi unzilə fihil Qur'an. Bu bir aydır ki, onda Qur'an nazil olur. Yəni Ramazan müqəddəsliyini tapıb, əldə edib nə ilə? Qur'anların nazil olmaq səbəbi ilə. Oruc da həmən səbəblərdən, vasitələrdən biridir. Necə ki, Allah Qur'anda buyurur, minəl fihil Qur'an hudən linnas və bəyyinatun minəl huda vəl furqan. Allah deyir ki, Ramazan ayının insanlara doğru düzgün yol göstərən bir aydır. Oruç tutmaqlıqla insan doğru düzgün yol gedir. Bu bir, amma əsasən Qur'an deyən yolla gedir. Qur'anın sözlərindən biri də, ayələrindən biri də nədir? Oruç tutmaqlıqdır. Qur'an başqa məsələləri də deyir axı. Nə ki, bir dənə orucu demir ki. Ona görə bu ayın müqəddəsliyi Qur'anların nazil olmaq səbəbləridir, əsas səbəbləridir. Oruc isə onun səbəblərdən biridir. Ramazan ayının oruç tutmaqlığı isə Allahın bir imtihanıdır ki, Allah deyir, bu Qur'ana yetişib çatmaq istəyirsənsə, oruç tut ki, təqvalı ol, təqva səni Qur'ana çatdırar. Aydın oldu əzizlərim, gözün nə gözəl məsəldir, nə gözəl misaldır. İstəyirsən Qur'ana çatasan, İstəyirsən muttəqilərdən olasan, oruç tutmalısın. Oruç tut, ləalləkum təttəqun. Oruç tutun ki, təqvalı olasınız. Təqva həddinə ki, çatdınız, sizi mən Qur'ana çatdıracağam. Entel Mevla ve enel abd ve hel yerhamul abde illa'l Mevla Mevlaya ya Mevla entel maliku ve enel memluk وهل يرحم المملوك إلا المولد مولاي يا مولاي أنت العزيز وأنا الذليل وهل يرحم الذليل إلا العزيز مولاي يا مولاي أنت الخالق وأنا المخلوق وهل يرحم المخلوق إلا الخالق مولاي يا مولاي أنت العظيم وأنا الحقير وهل يرحم الحقير إلا العظيم مولاي يا مولاي أنت القوي وأنا الضعيف وهل يرحم الضعيف